Azərbaycanda axırıncı zəng. Bu fərqlidir tədbirlər. Burada bizim Turan bayraqlarıdır. Çox gözəl bir tamaşa. Yəni göstəriblər belə. Yəni kimsə baxıb, kimsə görür. Bu da fərqli olaraq da indi bu da kimində necə biri başını bağlayır, biri bantik bağlayır. Yəni bu mən bunu pis baxmıram indi başı. Amma bizim o Azərbaycan yaylığı olsaydı ta gözəl olardı. Düzdür yox. İndi burada rəqs edirlər. Uşaqlar bir-biri ilə rəqs edirlər də, qız oğlanlar. Yəni burada uşaqdırlar da. İndi bunları biz pozğun kimi niyə baxırsan? Hə, ay alçaqdan özü qeyrətli kişi sayırsan. Adam öz millətinin uşağına bacı kimi niyə baxmırsan? Sən ərəbsən. Yaxşı, ərəb farsı bilirəm də, o bacısına da pozğun baxır, anasına da, uşağına da. Bu uşaqlar rəqs edirlər də. Burada indi bacısı da rəqs edir. Niyə gələksən? İndi burada sevinirlər də. Ay balam, bu sevinci siz niyə qaralamaq? Gör nə deyir alçaq? Deyir 2030-da, 2040-da ümumiyyətlə Azərbaycanda qız uşağı olmayacaq. Evlənməyə. Hamısı pozğundur. Gör nə bu adamın ürəyi necə gəlir o məktəb, bantikdə uşaqlar. Biz oxuyanda 60-cı illərdə uşaqlar mini yufkadaydı. Biz kimdik qız uşağına? Biz qızlarımıza pis baxardıq. Biz qızlarımız üçün dava edirdik. O mini yufkada, o gözəl o formada, o gözəlliyə. Qız uşaqlarıdır. Bunun bu ayağı buradan dizləndi. Nədir? Bu ada sən eşşəksən, heyvansan. Bu ərəb pisi baxıb gözüb da. Bu nədir bu? Siz bunu siz gətirəsiniz. Deyir 2035-də qız olmayacaq deməli. Hamısı deyir pozğun olacaq. Kim necə evlənəcək? Necə gör nə deyir bu adam öz millətinə. Pozğun, ay qardaş, qəfəsdə saxlamaqla deyil. Bu yazıq uşağı bədbəxt eləyirlər. Sən istəyirsən Afqanistanı, Ərəbistanı gətirəsən bura, bu qayda qanunları. Hansı ki görün, ərəblər 9 yaşında uşaq alır. Biri demir ki, bu öldü 60 yaşında kişi. 50-60 yaşında kişi öləndən sonra 9 yaşında uşaq. Laf olsun 20 yaşında, 25 yaşında. Bu adam o uşaqlıqda nə görüb ki, bir 25 yaşında neyniyəcək, nə bilir, ev nədir, dövlət nədir, ailə nədir, o uşaq. Kukla oynatmaq vaxtını alır. Siz istəyirsiniz belənki olsun Azərbaycan, ərəb qayda qanunları gəlsin də. Bu xoşunuza gəlir. Onu belə, bu adam, bu uşaq heç Türk uşaqlarıdır. Bunun geyiminə baxın, eradan əvvəl. Bu Dəstan filmindəndir. Bu kinodur, o kinoya baxın. Deməli, bizim bu geyimi nifrət eləyirlər. Yəni, üzü açıqdır. Deməli, bu geyimi, milli geyimlərimizi deməli, pis baxırlar. İstəmirlər bunu görərlər. Amma bu adam, indi bununla onun fərqinə baxın. Bu uşaq böyüyəndə necə olacaq? Amma bu ailəsinin kişi olmayanda kişinin əvəzindən döyüşür. Yəni türklərin beləki tərbiyə olur. 3 yaşından öyrədirdilər onu oğlan kimi. Üzü də açıq, başı da açıq. Döyüşürmüş kişi öləndən sonra bu idarə edirdi ailəni. Bildiniz? Ailəni bu qaldırırdı. Nəsli bu davamçı idi. Yəni ona görə bax bu çox şeylər yəni mən deyə də bilmirəm hər şeyi. Deməli bu
Bu adamlar öz uşaqlarına, millətinə ki, belə pozğun kimi baxırlar. Qardaş, bacı qardaş kimi də indi bunlar rəqs elədi. Bunun əli dəydi qızın qoluna, qızın çiyninə, bədəninə, deməli nə? Mən də çox qısqanc adamam. Səndən betərəm. Elə baxmayın, belə durub danışıram. Mən sizdən də betər qısqancam. Amma mən istəmirəm yəni bu millətə bilən ki, bu yeritmək hər şeyi belə pis baxmaq. Gödək geyib, nə bilim, uşaqdır gedib 20 yaşında qız uşağı gödək geysə bu nədir sən? Vəhşisən, heyvansan. Ha? Heyvansan, niyə heyvan ki? Sağlam gözlərlə bax yenə də. Acı kimi bax yenə. Deməli sən nə qədər mundar insan olmalısan ki, sən deyək ki, evdə xoşun gəlmir, qonşuda xoşu gəlir də, qonşu istəyir ki, arvad belə geyinsin, gözəl geyinsin, uşaq gözəl geyinsin. O deməkdir, sən o səndən aşağıdır, səndən biqeyrətdir. Allah eləyərdi bir sənin o arvad uşağı yıxılaydı, küçədə kişilər kömək eləyərdi də, onun o ayağını örtəydilər, qolundan tutaydılar, qucaqlayıb aparaydılar həkimə. Onda görüm hələ sən nə deyəcəkdin, hə? Alçaqlar, adam insandır da, adam qucaqlayar da, aparar da, kömək eləyər də qız uşağına. Qucaqlamaq ərəb deyilsən ki, o pis məna ilə qucaqladın. Yəni bu uşaqların sevincini problema niyə eləyirsiniz axı, pis yozursunuz? Bu deməli 1500 il o ki bu din gəlibdir, dində bu din. Yəni qayda qanun gəlib də. Bu qayda qanunun da mənasını bu uşaqlara açıqlayıb deməyiblər də. Məsəl üçün bu ərəblər qumun içində, yəni onlar Misirlə, Suriya ilə qədim xalq deyirlər, o xalqlara bağlamayın. O ərəblər hamısı deməli o deyir qumun içindən çıxandılar və vəhşidirlər. Onları Tanrı cəzalandırdı. Bax bu namaz qılmaqla, oruç tutmaqla. Bu bilirsiniz nədir? Hamısı cəza verilir. Ha. Siz bilmirsiniz mənasını. Mənasını necə maraqlanın, öyrənin də. Siz elə deyirsiniz, yazılıbdır belə. Yazılıb da ona görə yazılıb da. O bədbəxt adam olmayıb. Heyvandır. Qız uşağını öldürürmüş, asırmış, asılırmış. Ondan sonra qadın, qız uşağı qalmayıb, nəsil yox. Bunlar gedib bir-biri ilə kişi ilə evlənirmiş ərəblər. Sonra görürlər ki, nəsil yoxdur, yəni vəhşidir də, kişi ilə evlənir. Sonra gördülər ki, yox, bu qızlar öldürürük, kişi ilə olmaz. Gəlin bunların üzünü zadını örtək ki, belə örtülü deməli evlənmək olsun. Ay kişi, bunlar vəhşi olublar da, yəni qızın üzünü görəndə, qolu açıq görəndə belə atlanırmışlar heyvan kimi də, canavar kimi, it kimi, nə bilim meymun kimi. Yəni bunlar qızı qəbul eləyə bilmirlər də. Ona görə də onlarda bu pedofiliya beləki bax gəldi, bütün yayıldı hər yana. Pedofiliya onlardan da gəlib əslində. Ona görə qızları öldürülmüş də, kişi ilə evlənilmiş. Sonra da bunu fikirləşiblər ki, bunu Tanrı yəni bunları cəzalandırıb ki, bunlar qadına pis baxır da, qadını görəndə dəli olurlar. Yəni bunlarda qadını olmaz açıq. Ona görə sizsə türkü gətirib onun qaydasını türkə, türk vəhşidir, türk xanımın üzünü belə açıq 10 min il, 20 min il zamanları da 700 min il tarixi var türkün. Bunlar ərəb qayda qanunu qəbul eləməmiş belənkçi idilər və qeyrət, namus bir yerdə
ailə qaldırır, bir yerdə döyüşür. Neçə dəfə demək olar, bilmirəm ay kişi, bu qayda qanunu türkün qayıtmalıdır Azərbaycana. Türkiyədə qayda qanun olmalıdır. Türkün qayda qanunu olmasa bunları öldürəcəklər. Belə olacaq. Mən sizə deyim, bu ərəb qayda qanunu olduğu qız uşaqlarını belə ki, ya öldürəcəklər, ya ərə verəcəklər uşaq-uşaq. Məktəbləri ümumiyyətlə çevirəcəklər. Nə bilim nəyə çevirəcəklər, vallahi heç məktəb olmayacaq qızlar üçün. Bunların məqsədi budur. Azərbaycanda bax bu ərəb qayda qanunu, belə qayda qanunlar gəlsin. Da indi özünüz bilin də, indi o qayda qanun qardaş gəlsə, bizi nə gözləyir? Bax bu ərəb qayda qanunu. Ona görə bu məktəblərin bu gözəl tədbirlərini bacı kimi baxın. Sənin bacın da rəqs edir də indi qardaşı ilə. Qardaş bacı kimi baxın. Ərəb kimi baxmayın. Ərəb heyvandır. Ərəb ona görə cəzalanıb ki, o bütün bağlı olsun. Hicabda, çadrada olsun ömür boyu. Kişiləri vəhşidir. Biz türkük, biz vəhşi deyilik, bizə hicab lazım deyil. Bizə Azərbaycan yaylığı. Biz yaylığa qarşı qadağa deyil. İslama qarşı qadağa yox. Müsəlmançılığa qadağa yox. Ərəb qanun qaydasına qadağa qoymuşuq və qoyacağıq. Bildiniz, ərəb qayda qanuna qadağa.